Dəyərli müştərilər, mən 14 ildir ki, duş kabinadan məşğulam. Hər duş kabina sifariş edən müştərilərə məsləhətim odur ki, duş kabina seçərkən diqqət yetirin, sizə profili qaralan və ya belə deyək, ucuz başa gələn alüminiumdan istifadə eləməyin. Alüminium profil 6 mm şüşədən yığılır, plasmas roliklərdən istifadə olunur. Amma Nerjevika profil 8 mm şüşədən istifadə olunur, latun roliklərdən istifadə olunur. Burada alüminiumla Nerjevikanın arasında olan fərq, belə deyim, 50 manatdır, optik kabinada. Çalışın evinizdə Nerjevika yığın və illərlə istifadə edə biləsiniz deyilən. Və tam Nerjevika orijinalın 5 il zamanəti var. Siz də evinizdə belə səliqəli, ara kəsmə və ya duş kabina görmək istəyirsinizsə, biz bunu istehsalla məşğuluq. Siz bizə ölçü verin, biz sizə qiymət deyək. Sonra bəzi ustalar arasında bunu araşdırın. Biz Nerjevikanı alüminium qiymətinə salmışıq. Siz də bundan yararlanmaq istəyirsinizsə, buyurun bizə zəng edin. Sağ olun.